İndi Allah Subhanahu ayda bilsən nə buyurur? Bilsən nə buyurur? Allah onların qəlblərini bildi. Arap'da değil, ayaları Arap. Ben tercüme kabul edemiyorum. Arap diyeceğiz. Sən başa düşmürsən bəyən, fərqi nədir ki? Yok, farkı odur ki sen tercümanı dinlemiyorsun. Nə, tərcümədə başqa şey yazır bəyən. Ben elbette. Yəni səhvdir, hə o demək istəyirsən. Sən sizin tərcümənizi qoyun. İstəyirsən Vasim Məmmədəliyev olsun, Ziya Bünyadov olsun, Ayətullah Meşkini olsun, Ərdəbili, fərqi yoxdur. Yok, Arap dilinde oku yine ayet. Kur'an tərcüməsini desən. Yine Arap dilinde oku yine gün ben de başa düşüm ki ayet ne demek istiyor. O kadar tercümeleri var. Ali Khan Musayev de tercüme ediyor. İndi biz tərcümə demədir, bu sənin başa düşəcəyin şəkildə deyirəm də. Ağız altında Ridvan, Hudeybiyyə. Ağız altında sən beyyət eləyəndə Allah onlardan razı oldu və Allah onların qəlblərini bildi. Bəli. Bu şart ilə ki onlar o ahdlara vəfa. Bu şart ilə ki onlar Nədir? ahdlara vəfa. Bu şart ilə ki Kim onlar qoydu şartı? O şartı kim qoydu? Çox maraqlıdır. o şartı kim koydu? O şartı kim qoyub? Bir şey ki Allah razı deyil. Peygamberden takla yine. Sual vereceğim o cevap vereyim de. İcazə verirsen. Ha, buyur. Buyur. Ha, buyur. O biyetin o ağaç altındaki biyet elədilər. Onlarla bağlı buyurur ki: "Femen nakasa fe innema yankusu ala nafsi." Herkes o biyeti sındıra, öz yanına sındırır. Ve men avfa bima ahada aleyhullah feseyutihi ecran azima. Herkes o ahdlara vefa eləsə Allah onlara ecr verecek. Bu hadisi kabul etmiş ya. Mən ayə deyirəm, sən hədis deyirsən. Hardan deyirsən o hədisi? Hadis yorlan vardı. Bu hardan var da? Əllama məclisi. Bəli, Allah məşi yazır ki: "Femen nakasa fe innema yankusu ala nafsi." Herkes onu sındırsa öz yanına sındırır bu ahdi. Ve men avfa bima ahada aleyhullahu feseyutihi ecran azima. Ay qardaş, sən nə danışsan? Əllama məclisi o müşriki mən nuş qəbul etməliyəm. Kimi özdə əllama məclisi? Bak Farid, gətirlə qardaşıma. Deməli, mən burada Allah məşinin adını dedim hala gülüm, sənin fikrin necədir bu münasibət? Buna münasibətin necə? Bu Quran-ı Kərimin ayəsidir. Haman Fəth surəsinin 10-cu ayəsini oxudum. Sən hala ayəni ərəb dildə bilmirsən. Deməli, sən hala Quran-ı Kərimdən xəbərin yoxdur. Sən ağac altında olan o beyyətlə bağlı Quran-ı Kərimdə olan ayələrdən xəbərin yoxdur. Mən ayə oxudum. Sən Allah məşinin adını eşidən kimi Rafizi niyə qəbul edin?